Salam Melekim yoldaş Zeynal'a. Salam. Kələntər, yanıma gəl. Oldu. Zvanili. Нет. Bir dəqiqə bağışlayırsın. Bilirsiniz yoldaş Zeynal o, gecəmiz yox, gündüzümüz yox. Axı belə olmaz axı. Bir dənə sınıq salxaq Zaporoj evimin yanından keçəndə evimin divarları titrəsir. Axı belə olmaz yoldaş Zeynal o. Xahiş edirəm. Hələ mən utanıram sizə deməyə. Hələ utanıram çoxsun deyə bilmirəm. Dinəndi yoldaşlardan kimsə arağı içib, boş butulkanı getirib atıb mənim evimin damına. Evdə də lambuçka zamkanı eləyib. Axı qaydası belə deyil. Hatırlayarım. Hələ mən tez iki demirəm. Yoldaş Zeynal o, tez iki. Tez iki. Arvadındır. Xeyr canım, nə arvadın? İtdi. Tanış itdi, qonşun itidir. İt? Bəli, it. İtin bu işə nə daxlı var? Daxlı var yoldaş Zeynalov. Bağışlayın, utanıram sizə də deməyə. Həmən o qonşunun iti divarı o tərəfində. Ayağını balaca qaldırıb. Ayağı salaşaq ayıbdır. O məsələni eləyəndə, divarın bu tərəfində mənim evim nəm olur? Bəli. Evdə də bilirsiniz də arvad var, uşaq var. Arvadın özü də allergiyadır, xəstədir. Həmən iyi burnuna dəyən kimi arvad səpir bir təhər olur. Onda biz elə üçün apşesini bir tuvalet tikdirərik. Keşke unitazad qoyarıq. Yox, zəhmət çəkməyin, uta lazım deyil. Xeyr, sizə deyən yoxdur ki, tuvalet tikin. Elə bircə mənim evimi təmir edin, qutarsın getsin. Təmir? Bəli. Deyəsən, sən ağlı bitirmişsən axı. Mənə bax, başıma papaq qoyursan. Bəli, qoyuram. Hərdən şilafada qoyuram. Başımın razmeri də 59-dur. 59. Başımın razmerini demirəm. Deyirəm, yəni bir qıryatın var sənin, o papaqdan danışıram. Ada bir küçə iti səni gecəliyib, sən də gəlib düşmüsən şəkin üstünə. Yoldaş Zeynalov, bu nə söhbətdir? Xahiş edirəm, sözlərinizə diqqət yetirin. Mənim namusum da var, qeyriyyatım da var. Bəli. Hə? Namusum var, qıryatım var. 2 dənə dini su tutarmışam. Neyniyim, gəl min boynuma. Saxla da, 2 dənə sütü bitirmişəm, istəyirsən lap 4'ün bitir. Fondumda pul yoxdur, evi remont eləyə bilməyəcəyəm. Çıx bayra get, başını doktora göstər. Tuzik belə gəldi, nə bilim, Tuzik belə getdi. Doktora neyi göstərəm yoldaş Zeynalov? Xahiş edirəm artıq dərəcədə, heç olmasa evimin bir divarını təmir eləyin. Yoxdur. Onda mən sizdən şikayət edəcəm. Ged ara Vicdanım haqqı baxası şikayət edəcəm. Bax, mən edəcəm, görərsən. Onsuz da evi sökürlər, bir iki ilə sənə kvartirə Hala onu eşitmişəm yoldaş Zeynalov, çoxdan eşitmişəm alacağam. Neylə, eybi yoxdur, vaxtınızı almaq istəmirəm. Heç olmasa xahiş edirəm, o tez əncam eləyəsiniz, Eləyərik, eybi yox, çağırıram onu oturub kabinetə söhbət eləyərik, darıxma. Çox sağ olun. Kimi, iti çağırırsınız? Hə də, iti. Tezik, nə iti? Tezik itdi. İti də? Tezik. Ala, məni sən lap gic eləmişsən, tezkin Xozeyi ilə danışacağım, yeri get də. Aşı, qoy ikimizi görək də. Yaxşı, yeri. Aşı, yeri. Tezki xahiş edirəm, Ada, yeri get də, pay atonla. Sən öləsən bu lafı. Tezik! Bəli, yoldaş Zeynalov. Ada, səninlə də öləm. Mənlə deyirsiniz, yoldaş Zeynalov. Ada, yer get, səninlə də öləm. Kalantar! Açot nə oldu ki? Ana bir şey değil, ana demirəm, sana var sürüsün, ana bir ay çordu bu lan, getir lan. Ana bu Salam melek. Siz... Ne... Bilmədim vallahi. Siz kimsiniz? Bağışlayın. Ne? Hoş. Günah bizde olmadı. Ha? Yavaş. İt şaştırdı bizi, it. Axı bu... İt özü girdi başının altına. Biz de... Hoşdur. Ne? Əyləş. Eyb yox. Otur. İt elə birdən tündən çıxdı. Əyləş. Sözümü itirdim. Eyb yoxdur, nə olar? Sən ki bizim canımızı bu əziyyətdən qurtardın, bir inturist mənim boynumda. İnturist? Baxarıq indi bundan sonra görək o bürokrat bizim evimizi təmir etdirəcək ya yox. Görərsən. Baxar görək. Allah vurub onu lap yuxarılara yazarım. Yox, yazmaq lazım deyil, mən özüm təmir elətdirəm. Qonaqlıq verəcəm, gəl görəsən. Nə qonaqlıq? Əcəbdir. Düz deyiblər. Sən saydığını say, gör fələk nə sayır. Eldəniz sabah tezdən gedərsən Jekaya, eşitdin? Mütləq. Siz niyə oturmursunuz? Oturun. Yoldan gəlmişsiniz, bu saat sizin üçün hər şey hazırlayarıq. Qızlar, mənə kömək eləyin, əziz qonaqlarımız gəlib, tez. Narahat olmayın. Elə bilin ki, öz evinizdəsiz. İçin. Vay! Yatsaydım yuxuma da girməzdi ki, belə bir xoşbəxtlik bizə nəsib olacaq. İçin. Canım, düz 3 ildir.
3 ildir gedib gəlirəm təmir eləmir də. 11 dənə ərizə yazmışam. 11 dənə. Ada mən sizdən şaşar deyib, şaşar. Qızım buraya görüm. 11 dənə ərizə yazmışam. Vecinə almır. Haçan da gedirəm, ay balam evimi təmir elə, elə deyir ki, fondumuz yoxdur. Mən bilirəm hansı fonddan danışır. Vallahi gitçik. Siz heç narahat olmayın, özümüz də təmir eləyərik. Mənim gələcək qaynatam Jek rəisi işləyir. Oh, nə yaxşı. sənə təbrik edirəm. Amma bilirsən oğlum, burada bir prinsip məsələsi var. Düzdür. Ne olub orada? Çəkilin görün. Çəkilin. Ne yığışmısınız? Ağılın. Qorxma qızım, qorxma. Salam mələkim yoldaş Naçenli, xoş gəlmisən, xoş günün olsun. Hoş gəlmişsən, buyur. Get arvad, get sən get. Olsun. Qorxma qızım, əmid də. Sürücü kimdi? Sürücü bir de babudur, özde ikinci klas. Sənədləriniz? Sənətlər Kızlar bura gəlin. Gelin mamanın yanına. Ay, soğuk gel. Mustafa. Talonda. Ne olur, ver. Vay Mustafa, vay Mustafa. Yoldaş kapitan, vallahi günah məndə olmadı, inanırsınız. İt məni çaşdırdı ona göre. Ha, ne it çaşdırdı ha, ne it çaşdırdı? Yoldaş kapitan, maşında 10 koyun var, neyin? Hoş Ha? gelmişsin, hoş gelmişsin. Koyunları apar tədarüş məntəqəsinə tez ol. Oldu yoldaş kapitan. Zahedit pajaslı. Oo, tezlik, hoş gelmişsin, tezlik, canay tezlik. Yoldaş kapitan, yoldaş Naçenli, bir buna bak tezlikti. Gönül yakışıklı, Ha, bir güzel. bu ne lan ha? Zaten kafanı kırıyor. Hadi, Mustafa hadi, burada hiçbir taksir yok. it yeriydi, ha? Ölümden tutardı. Bize de bir paracık heyri değdi. İnan bana Mustafa'nın burada hiçbir taksiri yoktu. Ha? Ha, öyle Çok mi? yakışıklı. Sen bunu söyle, Komşu ha. dedi de. Ha, yaxşı, aydınlaşdırır, hamı. Tanrım seni, tezlik. Güzellikti, yakışıklı. Hala, bu iti geçer, bu işimizi görər. Gönül yakışıklı, bir buna bak. Tezlik. Yaxşı itdi. Tezlik de. Koymazlar. Buyur. Sakin, Buyur, buyur. tezlik, sakin. Ben olmamış. Al. Siz də əziz yoldaş, təlimatı pozduğunuz üçün cərimə olunursunuz. Belə. Ona görə ki, itinizin xaltası yoxdur, cərimə. Ne yoktu? Aşeğik. Komşu itici Sağ olun. var. Cərmə verin, Sağ mənə olun. belə şey olar. Naçenlik, niyə Heç başa daxlı var, gör, buna komşu itici mən cərmə verirəm. Mənə Belə verin. də şey olar. O Bu ne ne dedi iş mənə? var? Maşenik dedi mənə. Can, məndə heç bir taxtızlar yoxdur. Elə evdə oturmuşdu sakitcə. Uşaqlar televizora baxırlar, ailəlik. Kübra xanımdır ki, uşaqların arasında da, kuxurada tava kebab pişirdi. Bilirsən, mədəm xəstədir, qutab yeyə bilmirəm. Dedim, ayarım, mənim üçün biraz tava kebab pişir. Orada ne diyanmıştı burada? Burada, Şifaner? yo, sənin canın üçün, yo. Burada divan vardı, bir de qaynatamın şəkili, həm də lanş üçün. Yavaş. Vicdanına bak, sənin canın üçün, öz canın üçün. Bilirsən, burada mən heç bir taxsırım zadım yoxdur. İşte da olub da qonşu iti, tanış iti, öz itim. Bilirsən, yaxşı, onu da taxsırım yoxdur. Tezlik, yaxşı iti, sən söz. Sen öyle, sen bir itin zibiline düşmedin. Paşa, heyif ola toktan. Sənin əlivənti görür, plaş vardı, özdə layıqı. Mən ölüm 56 4-cü rost. Əla, şef gəldi. Yoldaş sizin alın, xahiş edirəm, sən Ya, alın. Aşağılardan göz ol, oyna. kalsın ellərlə. Oyna. Kalsın ellərlə. Yavaş. Ne? Yaxşı, Sen al, xahiş edirəm. Yaxşı da, pay atınla səni. Salam yezinə. Yallah. Əla. Yezinə, Elləz bəli, sən gəl otur. bəs bu materialların pulunu mənə kim verecek? Özümki deyil, qəbristanlığındır. Ne deyirsən, qəbirsanlığındır. Aday mən səni deyil bastırım. Bəs Jekin bir maşın daşı 15 öksəmenti necə oldu? Qəbirsanlığındır. Atonsun başdaşı vermişdim. Şafarı bir neylədim Yarım öldük də. Yaxşı adam eşidirlər aday, ayıbsan ki, ged aday, ged üstündə məşğul da. Yedi. Yox, deyirəm yəni bunu bir aformit eləyir. Ahmet Atan oldu. Ada neyi yaparım Altı bilirsin, aylık kimi sandık, işini telefon havayı çalmasın, oğlum. işləyirsən də havayı işlə də tek sənsən bəgəm. Subotnik. Sen ne cəncəl adamsan? Qurban dayı, deyirəm bəlkə bizə biraz fəhlə qüvvəsi yollayasınız. Jekdən bir 3-4 nəfər. Ay, heç bir Öz fəhlə cansın məhlə yorulmuşam, lazımdır. qurban. Qələt vələdə, nə Yorulmuşam. deyirəm ona qulaq az. Tut bunu. Özümüz işləməliyik. Öz qüvvəmizlə. Necə deyərlər, metodum narodni stroyka. Belə də lazımdır. Zəhmət olmasa qoy başıma bunu. Nə? Yoldaş Zeynalov, nahara uşaqlara deyirəm araq alım, yoxsa partveyn alım, hə? Piriri. Pirilif. Qurban dayı, piriri. İşte.
Buyurun. Ben balkonda dayanmıştım. Bir de gördüm göyden yekə bir şey. Gürgürünbaz tarap değdi yere. Baktım. Dedim belki komşumdu. Vırandı yaman herten. Belki o yıkılıp ölüp səncansın. Geldim gördüm yok. Başka şeydi. Bəs nə idi? Neydi? Teyaret de. Gürgürünbaz geldi yere.